İslam cəmiyyətindən danışdıq. Yəni zinənin Bəli. İslamiyyətdə nə qədər ağır olduğunu, Bəli, haramdır. Bəli. Bəli. Bunun kişiyə, qadına bölgüsü yoxdur. Yoxdur. Hə, siz deyirsiniz ki, qadınlara daha çox tətbiq olunur. Gəlin Yox, etiraf kişilərdə var, kişilər 4 arvad alıblar. Yox, Kişilər 4 arvad alıblar, normalda qaldı və qadın Amma 4 orada kişi birinci gedilməz. arvad icazə verərsə o üçün almış olur. Hamısı veriblər icazə. Amma qadına 4 kişi araya getməyə icazə verilməyib. Yox, Buyurun. yəni kişiyə də Biz icazəni qadın verir. hüquqlarını artırırıq, qadınlar Yox, hüquqlarını da kişiyə də icazə verir, əgər əgər birinci xanımı icazə verirsə. Yəni hamısı İslamiyyət icazə bunu veriblər. deyir. Hamısı da veriblər. Yox. Ərəblərin milyonlarla hamısının 4 arvadı var. Yox, mən yenə Bir deyirəm, məqam var. birinciyə Sizcə icazə verirsə. Gəlin belə Onu veriblər də belə çıxır icazə. Verməyiblər də. Əgər verirsə onun istəyinə bağlıdır. Xanım istəyirsə icazə verir, istəmirsə Və vermir. statistika göstərir ki, milyonlarla hamısı 4 arvadı Statistika var. bu gün boşanmanı da çox göstərir. Yox, ərəblər deyirəm. 4 arvadlılıq Demək min ki, onlar illərdir alanda gəliblər. birinci arvaddan onu Ha, deyirəm də razılaşdırırlar. razılaşdırıblar onu. Bəli, deyirəm. razılaşdırırlar. Saray xanım, deməli, əgər bu xırda məqamlar xəyanət sayılsa, bu səfər qısqanc qadınlar ya da qısqanc kişilər hər bir xırda şeyi daha böyüdüb, abardıb dövlətin məhkəmələrini, dövlətin Təbii. Bu bütün hüquqi orqanlarını məşğul eləmək kimi olmayacaq. Deyək ki, Sonra hansı Saray xanım isterik və digər dostlarımız deyəcəklər ki, ailə məsələləri məhkəməsi yaradılsın. Hə, misal üçün isterik qadınlar və isterik kişilər ola bilər ki, həyat yoldaşının telefonla danışmağını belə istəmir ya da qısqanır. Bu səfər onu necə tənzimləyəcəyik? Mən də ona görə deyirəm ki, əslində çox hörmətli Milli Məclisimiz bunu müzakirə etməlidir və xəyanətə bir anlayış, izah verməlidir ki, hansı bu dediyim kimi Nə xəyanət anlayışda, sayılır? bəli, nə xəyanət sayılır. Necə ki biz ağır cinayət yaxud da az ağır cinayətə bir izah verilibdi, o formada da xəyanətin əməlinə izah verilməlidir və artıq o tələblər o anlayışa uyğundursa, o zaman məhkəmə predmeti olacaq. Bir izah olsa, hüquqşünaslar da, məhkəmə də ya da fərdlər də bilər ki, bu kriteriyalar varsa bu artıq xəyanətdir və mən buna görə bir addım ata bilərəm. Bəli. Mən boşananda hansı imtiyazları əldə edə bilərəm?